Salam hər kəsə. Bu videoda insanlıq tarixində rəsmi olaraq ən uzun yaşayan insan haqqında danışacağıq. Söhbət Jean Calment adlı qadından gedir. O, 1875-ci ildə Fransada anadan olub və inanılmaz bir ömür yaşayıb. 122 il, 164 gün. Bu rəqəm bu günə qədər rəsmi olaraq dünyanın ən uzun ömür rekordu sayılır. Jean Calment'in həyatı demək olar ki, 3 fərqli əsri əhatə edib. O, gənc yaşlarında məşhur rəssam Vincent van Gogh ilə belə rastlaşdığını söyləyirdi. Daha sonra isə 1-ci və 2-ci dünya müharibələrini, böyük texnoloji dəyişiklikləri və müasir dünyanın yaranmasını öz gözləri ilə görüb. Çox maraqlıdır ki, o 100 yaşından sonra da aktiv həyat tərzi sürürdü. Gündəlik həyatında gülməyi, insanlarla ünsiyyəti və sakit yaşamağı sevdiyi deyilir. Hətta çox yaşlı olmasına baxmayaraq uzun illər öz başına yaşayıb. Onun uzun ömrünün sirri də tam dəqiq bilinmir. Bəziləri bunu genetikaya bağlayır, bəziləri isə onun stressiz və sadə həyat tərzi yaşamasına. Jean Calment 1997-ci ildə vəfat edib. Amma geridə insanları hələ də heyrətləndirən bir rekord qoyub. Bu gün də o, ən uzun yaşayan insan kimi tarixdə qalır və bu rekord hələ heç kim tərəfindən qırılmayıb. Əgər bu videomu bəyəndinizsə, ən uzun yaşayan kişilər və ya uzun ömrün sirləri haqqında da video hazırlaya bilərik. Salamat qalın.